Bugün Azərbaycanda uşaq artımı yoxdur. Artım yoxdur, ümumiyyətlə uşaq doğumu yoxdur, artım yoxdur ölkədə. Bunun da səbəbini nədə görürlər? Deyirlər ki, cavanlar evlənmirlər də. Bunun səbəbini axtaran yox ki, bu cavanlar niyə evlənmirlər? Niyə dəlim olub bu cavan evlənməsin? İnsan doğulanda mərhələlər keçir də, həyatda yaşamaq üçün mərhələlər var. Bu mərhələlərdən biri bağçaya getməkdir uşaq balaca olanda. Nə bilim, mən ondan sonra məktəbə getməkdir, məktəbdən sonra ya universitetə ya işə getməkdir, ondan sonra ya universitetə ya işdə işləyərkən evlənməkdir. Bu mərhələləri insan hər zaman keçir və uşaq dünyaya gətirməkdir. Niyə Azərbaycanda boşananların sayı bu həddə qədər çatıb? Bu hədd Ermənistanda yoxdur, Gürcüstanda yoxdur. Xristian dövlətdir, orada boşanma, tutaq ki, sevgi daha bizə baxanda, müsəlman cəmiyyətlərinə baxanda daha azaddır, tutaq ki, eşq yaşamaq, sevgi yaşamaq nəmənə. Amma bununla belə orada boşanmaların sayı bu qədər çox deyil. Orada uşaq, yəni əhalinin azalması bu qədər deyil. Baxın dostlar, Erdoğan bir neçə bundan əvvəl, 1-2 il bundan əvvəldir, İlham Əliyevdən soruşdu ki, neçə artım nə qədər? O deyəsən dedi ki 12 milyon, İlham Əliyev dedi ki yox 10 milyon. Dedi necə yəni, niyə bəs 10 milyon 1-2 il bundan əvvəl idi, artım yoxdur mu? Hər ailələrdə 5 uşaq saxlayın dedi, 5 uşaq olsun, niyə yoxdur, 4-5 uşaq olmalıdır və onu elə belədən demir Erdoğan. Erdoğan bilir ki Azərbaycanda artım yoxdur və bu onu narahat edir. Bunu da hər hansı bir yolla bu debilə çatdırmaq istəyir ki, ay debil, sən bu uşaqla bağlı, doğumla bağlı, artımla bağlı siyasətində dəyişiklik elə. Yəni bu siyasətdən ölkə idarə olunmaz, bu siyasətdən ölkənin əhalisi artmaz. Yəni sən bunun üçün nə etmək lazımdır? Ailələrə uşaq pulu vermək lazımdır, yüksək sosial təminat vermək lazımdır. Hansı sahəyə əl atırsan, hər yer biabırçılıqdır. Hansı sahəyə əl atsan biabırçılıqdır. Nə uşaq pulu var, nə sosial təminat var. Yəni bu həyatında 2 dənə toyuq görür, ona deyir ki, və sənin həyatda 2 dənə toyuq var, ona görə sənə sosial yardım vermirik. Və yaxud da ki, keçən dəfə də xatırlatmışdım ki, nə varsa Sovet dönəmində adamın adına bir Zaporoje olubdu, o Sovet dönəmindən keçib bu dövrə, o da onu da etibarnamə ilə satıb bir başqasına, o Zaporoje məsələsi hələ də onun ayağında qalıb, heç bilmir o yazı Zaporoje var, ümumiyyətlə Azərbaycanda Zaporoje bu sürülmür. Elə bir maşın var, deyir, yox, adına sənin əgər maşın varsa, moped varsa, moped olan, velosiped olana sosial təminat vermirlər. Çox acınacaqlı bir vəziyyətdir. Evində deyir, soyucu var, sənə sosial təminat, sosial vermək olmaz. Baxın, budur bunların siyasəti. Ona görə də dəhşətli bir siyasətdir. Bu dəhşətli siyasətdən qurtulmanın yolları axtarıb tapmalıyıq. Və bu da bu yolları Mirşahinlərlə gətirir, qapadır. Mirşahinlərin təbliğatı ilə, Mirşahin kimi gədələrin tutaq ki, bu cəmiyyətə sırıdığı hansısa, nə bilim mən, hoqqabazlar, oyunbazlar. Sonra da Mirşahin deyir ki, məni hamıda çox söyürlər. Səni hamıda çox söyəcəklər də. Səni hakimiyyət vaxtı, yaşayan vaxtı Cəlal Əliyev də söyürdü. Ondan sonrakılar da söyür, indi də söyürlər. Söylə, üzüm tüpürlə, nə qədər yaşayacaqsın sən? Nə qədər yaşayacaqsın? O zamanlar... Və nəhayətdə dostlar, üzü tüpürcəkli insanlar bu ölkəni idarə edir. Üzü tüpürülməli olan insanlar gəlib ölkə idarə edirlər, ölkənin gündəmini müəyyənləşdirirlər. Buyur Əli bəy. Mən onu demək istəyirdim ki, Azərbaycanın mediası da bugünkü gün, Azərbaycanın daxili siyasəti də necə kənardan həqiqətən baxdıqca insanlarda, normal cəmiyyətlərdə inkar hissləri yaradırsa, nifrət hissləri yaradırsa da, hakimiyyət nədirsə, onun ətrafı da odur. Hakimiyyət kimdirsə, onun ətrafı da odur. Yəni, onun komandası odur. Burada bizim fərdi qəsdi qərəzliyimiz də yoxdur. Biz açıq olan nə var, onu deyirik. Əgər bir çoxları, mən baxıram, burada kommentlərdə yazırlar ki, Azərbaycanda sosial rifah çox yaxşıdır. Bu, sosial rifahı tərifləyən troll. Alyonanın, açıq deyəcəm, üzr istəyirəm bu ifadəmə görə, yəni əxlaqsız Alyonanın əl çantası qanını, canını Azərbaycan torpaqlarının azadlığı üçün qurban vermiş, gələcəyindən məhrum olmuş qazilərimizin kəsdiyi, necə deyərlər,
o ömründən pay ayırdığı, xalqa bəxş etdiyi səbəbləri ölçüb biçsən, bax o qazi öz həyat yoldaşına, öz anasına o çantanı neçə yüz ilə ala bilər? 80 manatla. Alyonanın əl çantası. Yəni bax sənin tayın Alyonanın gəzdirdiyi əl çantası 30-40 min manatdır, ən aşağısı. Təkcə əl çantası. Bu Mirşahin o Alyonanın əlində 30-40 minlik əl çantasını görəndə əlbəttə deyəcək ki, məni biraz çox söyünkü, mən də gedim bu Alyonanın namusuna, qeyrətinə sahib çıxım. İlham çıxa bilmir ailəsinin namusuna, qeyrətinə sahib. Deyir, mən gedim çıxım, biraz da mən pul alım. Bax, bu insanlar, bu ünsürlər, bugünkü gün Azərbaycan daxilində də bax, bu cür əxlaqsızlar özlərinin orasını, burasını gedib silikonluya, həmin o Alyona kimi, o ailənin digər üzvləri kimi yaşam tərzini özlərinə etalon kimi qəbul edirlər. Və düşünürlər ki, biz milli irsimizdən, ənənələrimizdən, dədə-babalarımızın bizlərə qoyub getdiyi namusdan, qeyrətdən imtina eləyib, bax bu küçə tulalarının arxasınca düşməliyik və bu xalq bunların biri olmalıdır. Sizin zamanınız həqiqətən yetişir. Üzr istəyirəm, mən bugün biraz qəhərli danışacağım, Teymur bəy, bu mənim vətəndaş mövqeyimdir. Bu çox önəmli məsələdir. Belə ki, insan aclığa da dözər, devlət kasıb da ola bilər. Biz devlətçi insanlarıq. Bizim xalqımız, mən hər zaman bunu deyirəm, tarixini yaxşı bilən xalqdır, namuslu qeyrətli xalqdır, devlətlər qurub padşahlar yıxıb. Yəni, bizim üçün devlət qurmaq çətin bir proses deyil. O, ömrü boyu varlığından bugünə kimi devləti olmayanlar üçün belə çətin bir şeydir ki, bunu necə eləmək olar? Təsəvvür edin ki, bir insan ömrü boyu ev tikir, bənnadır. Bunun üçün uçulmuş evi tikmək göz qırpımı kimi bir məsələdir. Yəni, onu əlinin içi kimi bilir. Bizim xalqımızın da ideologiyasında, düşüncəsində belə şeylər qlobal problem deyil. Yəni, qalib gəlmək, yəni üsyan etmək, lazım gələrsə Rusiya kimi imperiyanın qarşısına əli yalın çıxmaq, elə günü bugün də 2020-ci ildə baş vermiş bizim bu 2-ci Qarabağ müharibəsində də bizim xalqımız öz qüdrətini bütün dünyaya göstərdi. Az olan bir xalqımız, onların gözündə az olan bir xalqımız. Ancaq nə olsun, belə ləyaqətsiz, şərəfsiz, namussuz, Mirşahinlər kimisinin səbəbindən bugünkü gün xəmir yumruq, dəmir yumruq olub, dəmir yumruq da xalqın başına dəyir. Reallıqlar budur.